Bərdə rayonunda Zəfər gününün 5 illiyi münasibəti ilə bayram konserti keçirilib. 8 noyabr Zəfər günü ilə əlaqədar Bərdə Heydər Əliyev adına Park bulvarda Bərdə rayon icra hakimiyyətinin və rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Konsertdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Xanlar Fətiyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları 8 noyabr Zəfər gününə həsr olunan rayon ümumi təhsil, peşə və incəsənət məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət zəfər sərgisinə baxış keçiriblər. Konsert qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı möhtəşəm qələbədən geniş söz açıb. Zəfər günü münasibəti ilə təbriklərini çatdırıb. Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçirilən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb. Vüsal Rafiqoğlu, Miralə Məhmədov, Vəfa Hüseynova, Aran TV, Bərdə.